Almaniyanın məşhur klublarından Borussia Dortmund, Qarabağın qapıçısı Mateusz Kochalskinin xidmətində maraqlıdır. Öncədən qeyd edək ki, buraxılışımızı zövqlü insanların seçimi, bir Azərbaycan brendi olan Yara Tekstilin sponsorluğu ilə baxırsınız. Bu barədə Sportinfo AZ-a Almaniyalı jurnalistlər məlumat verib. Onların redaksiyamıza bildirdiyinə görə, baş məşqçi Niko Kovac Polşalı kiperi sərəncamında görmək istəməsini rəhbərliyin diqqətinə çatdırıb. Xorvatiyalı mütəxəssis ötən mövsümdən Azərbaycanda çıxış edən əlcək sahibinin komandalarını gücləndirmək iqtidarında olduğunu bildirib. Bu transfer üçün büdcə ayrılmasını tapşırıb. Balkanlı çalışdırıcı klub idarəçilərinə təqdimatında Kochalskiyə 4 ay diqqət yetirdiyini, Qarabağın onun iştirakı ilə Çempionlar Liqasının keçirdiyi bütün oyunları izlədiyini qeyd edib. O, 2024-cü ilin yayında Qarabağla 4 illik müqavilə imzalayıb. Köhnə naslar 25 yaşlı qapıçıya görə Stala 1 milyon avro təzminat ödəyib. Polyak bu mövsüm əla performans nümayiş etdirir. Çempionlar Liqasının təsnifat və əsas mərhələsində göstərdiyi sabit çıxışla Ağdam təmsilçisinin uğurlu qrafik cızmasının səbəbkarlarından biridir. Sportinfo AZ-da idmanın hər anını sizinlə bölüşməyə davam edəcəyik. Kanala abunə olmağı və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti buraxılışlarda görüşənədək.